Nail Mehdiyev ötən il Almaniyada işləmək üçün Bakıda yerləşən Nemətoğlu MMC-yə yaxınlaşıb və konkret olaraq Almaniyanın hansı bölgəsində nə kimi iş axtardığını dəqiqliklə bildirib. Bundan sonra qarşı tərəf sifarişçini əmin edib ki, ona istədiyi şərtlərdə iş tapılacaq. Bunun üçün Nail Mehdiyevdən əvvəlcə xidmət haqqının yarısı, yəni 1300 manat alınıb. Sonraki aylarda onu bir neçə dəfə iş intervyusuna göndəriblər və məlum olub ki, onlardan biri peşə təhsili üçün imiş, digəri isə tamamilə başqa bölgədə, başqa şərtlərdə olan iş yeridir. Nail Mehdiyev bunlardan imtina edib. Güvəninin sarsıldığını bildirdikdən sonra ödənişini geri istəyəndə isə gözləmədiyi hadisələrlə rastlaşıb. Özünün xahişindən mənim 1300 manatımla başladı məndən bazarlıq eləməyə, 300 çıxım oradan qaytarım, 250 çıxım, 200 çıxım. Dedim sənə uzaqbaşı hörmətli olaraq 150 azən çıxıb, verə bilərəm, o da sənə çoxdur. Sən iş zat görməmisən düzgün şəkildə, amma 150 manat sənə çıxarım. Qarşılıqlı razılıq əsasında ərizə yazdıq ofisində, özünün öz cümlələri ilə diktə elədi. Yazdıq, ərizə yazdıq, imza tarix qoyduq. Ki, qarşılıqlı razılıq əsasında müqaviləyə, ümumilikdə bu müqaviləyə xitam verildik. Və 2 ay məndən xahiş möhlət istədi ki, 2 ay müddətində mən onun ödənişini, mənim ödənişimi mənə qaytaracaq. Bir ayın sonunda may ayının əvvəli gəldi. Götürdüm mən bu şəxsə zəng elədim ki, yavaş-yavaş mənim ödənişimi zəhmət olmasa qaytara bilsənsə qaytar, qalan yarısında may ayının sonuna qədər. Nə danışmışıq, nə yazmışıqsa odur da, yəni ərizədə özün razılaşmışsa. Qayıdıb mənə deyəsən ki, biz hələ hüquqşünasımızla baxıb dəyərləndirəcəyik. Nəyə dəyərləndirəcəksən? Biz sənlə danışmışıq. Danışanda ərizə yazıb orada xitam verəndə sənin heç orada hüquqşünasın olmuyor. Heç müqaviləni bağlayanda da olmuyor. Yox, biz sənə məlumat verəcəyik. Hüquqşünasımız əgər desə ki, pul qaytarılmır, qaytarmayacağıq. Bundan sonra Nail Mehdiyev 2025-ci ilin may ayından etibarən Daxili İşlər Nazirliyi Prokurorluq Mütəşəkkil Cinayətkarlığından Mübarizə İdarəsinə şikayətlər ünvanlayıb. Deyir ki, üzərindən bir ildən çox zaman keçməsinə baxmayaraq, ona hələ də deyirlər ki, iş araşdırılır. Amma bunlar onun öz əleyhinə çevrilib. Mənim qapıma hədə qorxu məktubu göndərdilər ayın 9-u, may ayın 9-u. Əgər sən ödənişin yerdə qalan hissəsini mənə qaytarmasan, həmin hədə qorxu məktubunda sizə PDF-anda atacaq. Səni həbs gözləyir, səni üzr istəyirəm, vəkilimizin xərclərini də qarşılayacaqsan. Yerdə qalan ödənişdə may ayının 9-una qədər verməsən səni məhkəməyə verəcəyik. Hətta Cinayət Məcəlləsinin 202.1 maddəsinə əsasən kommersiya sirlərini yaymaq, filan etmək maddəsinə yükləmək də məni o üçün qorxum çəkilim dala. Artıq özünə qəsd intihar dərəcəsi ilə zəng etmişdi 102-yə. Gəldilər 3-cü polis bölməsi əməkdaşları bizi qapıdan məni götürdülər, güclə sakitləşdirdilər, apardılar polis bölməsinə. Orada onlar da şikayətimi aldılar, izahatımı aldılar, Nicat adında müstəntiq. Onlar da hətta mənə göstərdilər telefondakı prokurorluq tərəfindən 12 may tarixində DTX-dan gələn eyni serial nömrə ilə, sənə göndərilən serial nömrə ilə. Artıq bunlara cinayət işi başladılıb, mənə göstərdi. Lakin işi aparıb məhkəməyə verdikləri üçün gələn prokurorluğa, gedən dövlət orqanlarına hamısına iş məhkəmədədir deyərək geri çevirdi. Daxili İşlər Nazirliyi sorğumuza cavab vermədi. Nemətoğlu MMC-nin rəhbəri Mehdi Nemətoğlu da telefon zənglərinə çıxmadı.